Qurani-Kərimdə bir ayə var. Çox maraqlı ayədir və eyni zamanda şəxsən məni ən çox qorxudan, narahat eləyən ayələrdən biridir. Test xarakterli bir ayədir. İnsan öz imanın bu ayə ilə test eləyə bilər. Tövbə surəsi 24-cü ayə. Peyğəmbərə buyurur ki, denən, əgər atalarınız, övladlarınız, oğullarınız, qardaşlarınız və həyat yoldaşlarınız, zövcələriniz və yaxınlarınız, qohum-əqrabanız, yığıb topladığınız mal, sərvət və azalmasından qorxduğunuz ticarətdən əldə etdiyiniz mal, sərvət, bütün bunların hamısı və yaşamağınız üçün razı olduğunuz yerlər, məskənlər, eviniz, eşiyiniz, bütün qurduğunuz şəraitlər, bunlardan insana da yaxın bir şeylər yoxdur ki, insanın xanımı, insanın atası, qardaşı, övladları, malı, sərvəti, bütün bunlardır da hamısı insanı ayaqda saxlayan. Allah bunların hamısını sayandan sonra Peyğəmbərə buyurur ki, denən, əgər bütün bu saydıqlarımız, bunların hamısını Allahdan, Peyğəmbərdən daha çox sevirsinizsə, deyir, onda Allahın əmrini gözləyin ki, Allah sizin barənizdə nə əmr verəcək. Yəni, Allahın əzab əmrini gözləyin öz barənizdə. Belə insanlar demək fasıqdırlar, ikiyüzlüdürlər. Ona görə Allah ayənin sonunda deyir ki, Allah fasıq qövmü hidayət eləməz.